Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Seyyidina ve nebiyyina ve mevlana Ebul Qasim Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve alihi teyyibine tahirin ve la'netullah ala a'daihim ecma'in minel an ila qiyami yevmiddin. A'udhu billahi samil alim. Mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu qavli. Hər kəs salamlayıram əziz izləyicilər. Xanım Zəhra salamullah əleyhanın mövludu münasibəti ilə hər birinizi təbrik edirəm. Allah o xanımın dünyada ziyarətin, qiyamətdə şəfaətin bizlərə nəsib eləsin. Allah o xanımın məqamını dərk etməkdə bizlərə köməklik etsin. Bizi onun əsl sevənlərindən qərar versin. Allah o xanımın məhəbbətin qəlbimizə salsın inşallah. Və hər zaman ya Zəhra adı dilimizdən əksik olmasın. Qiyamətdə başımızı o xanımın yanında uca eləsin. Doğrudan da çox böyük bir gündür. Xanım Zəhranın doğum günü, mövlud günü. Bəli, günahkar olsaq da anamızın doğum günüdür. Peyğəmbər Həzrət Əli haqqında, özü və Həzrət Əli haqqında deyir, mən və Əli bu ümmətin atalarıyıq. Təbii ki, xanım Zəhra da bu ümmətin anasıdır. Mənəvi anamızdır və bilirik ki, mənəvi ana bioloji anadan daha üstün sayılır. Mənəvi ana bioloji anaya nisbətən hər bir məhəbbəti daha əhatəli olur. Çünki o müəyyən bir maddiyyət içərisində əhatə olunmur. Müəyyən bir maddiyyətə sığmır. O maddiyyətin fövqündə olan bir varlıqdır. Xanım Zəhranın ruhu o qədər genişdir ki, onun məhəbbəti bütün ümmətədir. Bütün ümmətə onun məhəbbəti var. Bu sözümə əmin olun. Həm bunu hədislərdən, həm Quran ayələrindən qismən çıxarmaq olar. Xanım Zəhranın bizə olan məhəbbətini, biz övladlarına olan məhəbbətini biz bunu dini ədəbiyyatdan görə bilirik. Dini ədəbiyyatlara baxanda, yəni dini mətnlərə, hədislərə baxanda biz bunu sezə bilirik. Ona görə də bugün bizim üçün böyük bir gündür. Xanım Zəhranın mövlududur. Onun doğum günüdür. Əslində xanım Zəhranın doğulması ilə nurun doğulması baş verdi. Quran deyir, Allah yerin və göylərin nurudur. Xanım Zəhra Allahın nurundandır. Əslində xanım Zəhranın gəlməsi ilə, dünyaya gəlməsi ilə dünya qaranlıq olan, zülmət olan dünya aydınlandı. Təbii ki, aydınlandı deyəndə indi bəziləri deyə bilər ki, xanım Zəhranı tanıyır, amma həyatında onun bir aydınlıq görmürük. Bunlar hamısı öz səbəbləri var. Ən azı bilirik ki, xanım Zəhra bir aydınlıqdır. İnsanın həyatına aydınlıq gətirir. Aydınlaşdırır insanın həyatına. Aydınladır, işıqlandırır. Zülməti işıqlandırır. İnsan zülmət içərisində olanda xanım Zəhradan yapışar. Anası xanım Zəhradan yapışar, onun vasitəsilə işığa çıxar. Xanım Zəhra batillə haqqın ayırt edən meyarıdır. Bunu danışmışıq Əyyam-ı Fatimiyyə günlərində də. Haqqı və batili ayırt edən bir meyardır. Özü də haqqı və batili elə ayırt edən meyardır ki, bariz bir meyardır. Biri var, zülmət içərisindəyik, qaranlıqdır. Və müxtəlif işıqlar var. İşığın biri zəif ola bilər, nuru zəif ola bilər. Amma elə işıq var ki, onu məsələn qoşanda o artıq o zülməti aradan aparır. Qaranlıq deyilən bir ad olmur orada. Qaranlıq tamamilə aradan gedir. Bilmirəm, buna Azərbaycan ilə nə deyirlər? Projektordur. Məsələn, projektor olan işığı yandıranda görürsən ki, tamamilə bütün qaranlıq aradan gedir. İnsanın gözünü az qala o işıq, o nur çıxarsın. Xanım Zəhra sanki elə bir nurdur ki, qaranlıq saxlamır, heç bir yerdə qaranlıq olmur. Yəni, haqqı və batili ayırt edən ən bariz meyardır xanım Zəhra. Quran deyir, ənzələ minəs səmai maən fəsələt əvdiyyətun biqədərikə fəhtəmələ əs-seylu zəbədən rabiyən və mimmə yuqidun aleyhi finnari
və s. Ərəbcəsini uzun-uzadı oxumuram. Deyir, Allah göydən su endirdi. Sizlər üçün su endirdi. Beləcə, vadilər, saylar öz həzmlərinə uyğun, həzmlərinə görə vadilər öz həcmlərinə görə sel olub axdı və sel üstünə çıxan köpüyü apardı. Bəzək əşyaları yaxud alət düzəltmək üçün odda qızdırıb əritdikləri şeylərdə də onun kimi bir köpük vardır. Köpük misal gətirir. Batilə bir köpük misal gətirir. Yəni, xülasə desək, suyun üzərində görərsən bir köpük var. Deyirsən, bu köpükdür. Amma onun üzərinə su gələndə, az olan suyun üzərində, məsələn, su axıdanda o köpük aradan gedər. Su köpüyü aradan aparar. Deyərsən ki, bu köpük ara getdi. Axı, mən köpüyü bir həqiqət kimi qəbul etmişdim. Heç bir həqiqəti yoxdur. O köpük batilin, belə deyim, batilin vasitəsi ilə ortadadır. Batil var deyə o görsənir. Sudur əslində o. Köpük elə belə görsənir. Su gəlir, o köpüyü aradan aparar. Batilin vasitəsi, daha doğrusu, batil haqqın vasitəsi ilə var. Yəni, haqq var deyə bəzi şeylər batil kimi görsənir. Sudur bu. Suya görə köpük var. Su gəlir, o köpüyü aradan aparır. Yəni, o köpüyün özünün bir həqiqəti yoxdur. Suya bağlı bir şeydir. Haqq var, əslində hər şey haqdır. Haqdan ibarətdir. Batil köpük kimi bir şeydir. Haqqa baxacaq ki, o haqq gəlib o batili köpük kimi aradan aparır. Köpüyün bir həqiqəti yoxdur. Allah batili köpük misalında deyir. O bir köpükdür, həqiqət deyil. Onun üzərinə su tök, artıq o köpük aradan gedəcək. Bir həqiqəti qalmayacaq. Həqiqət olan həmin o haqqın özüdür. Haqqın işığında bəzən batil kimi görürük. Haqqın işığında batil təcəssüm edir. Biz elə bilirik ki, nəsə var. Haqq sanki belə bir insan üçün belə bir meyar təyin edir ki, mən bəzi şeyləri batil kimi göstərə bilərəm. Amma bir dənə bax ki, mənə görədir o. Mənə görə. Mənim kölgəmdə batil var. Mən gəlsəm, üzə çıxsam, batil aradan gedəcək. O köpük, su gəlsə aradan gedəcək. Su olmur deyə o köpük bir həqiqət kimi görsənə bilir. Yəni, sözüm nədir? Sözüm budur ki, haqq açıq-aşkar bəyan olunub. Quran-ı Kərimə baxanda Allah haqqı bəyan edir və bu elə bir bəyandır ki, açıq-aşkar bəyan olunub. Heç bir şək şübhə yoxdur. Haqqı tapmaq üçün heç bir şək şübhə yoxdur. Amma insan gəlir bəzən haqqda çaşır. İnsan bəzən haqqı ayırd edə bilmir. Bax, bunun üçün imamət sistemi gəlir. İmamət sistemi nədir? İmamətin funksiyası bundan ibarətdir ki, imamət haqqı deyəndə işarə ilə deyir. Yəni, imamət bir düzəndir ki, bir düzən yaradır ki, imamətdə haqq var. İnsan istəsə haqqı tanısın, imamətin vasitəsilə tanıya bilər, amma imam gəlir haqqı işarə ilə bəyan edir. İnsana açıq-aşkar göstərmir. Biz imamların tarixinə baxsaq, görərik ki, onlar açıq-aşkar nəyisə göstərmir, işarə ilə bəyan edir. İstəmir ki, insan məcburi olaraq mənim dediyimə görə haqqı qəbul etsin. Düşün, sən bir varlıqsan, ağlın var, düşünməlisən. Haqqın bəyan üslubu var, üsulu var. İmamlar haqqı bəyan edir və onların özlərinə görə bir üsulu var, onun vasitəsilə, o üsulla haqqı bəyan edirlər. Necə? Nədir o üslub? İşarə. İmamlar işarə ilə gəlir, bəyan edir. Biz baxırıq ki, məsələn, müxtəlif nəzəriyyələr var. Tutaq ki, diktatura var. Nədir diktatura? Cəmiyyət məcburi şəkildə, cəmiyyət məcburi şəraitdə, məcburi şəkildə, daha doğrusu məcburi şəkildə bir nəfərə tabidir. Özü məcburi şəkildə, heç bir azad iradən yoxdur sənin. Bir nəfərə tabi olmalısan, onun dediyin yerinə yetirməlisən. Bu bir düzəndir də, demokratiya düzəni. Bir də var ki,
Daha doğrusu diktatura üzr istəyirəm. Bir də var ki, demokratiya düzəni. Diktatura yəni bu idi ki, insan məcburi şəkildə birinə tabe olur. Amma demokratiya nə? Demokratiya budur ki, bir nəfər məcburi şəkildə çoxluğa tabe olur. Yəni artıq burada insanlara azad iradə verilir. Çoxluq nə deyirsə, o bir nəfər başda olan onlara tabe olur. Onların dediyini qanun kimi qəbul edir. Çox mən bunu dərinə getmək istəmirəm. Mənim bu şeyə elmim yoxdur. Yəni siyasi mövzularda o baxımdan mənim elmli deyiləm, amma bunlar bilinən məsələdir. Ona görə bunlar rahat deyirəm. Bir də var ki, imamət düzəni. İmamət düzəni nədir? İmamət düzəni budur ki, nə demokratiya? Yəni nə insana tam azadlıq verilsin. Çünki bəzən azadlıq deyəndə belə başa düşülür ki, insan ilə ürəyi istədiyini yerinə yetirəcək, o olacaq azadlıq. Xeyr, xeyr. Əgər biz nəfsimizə tabe olub nəfsimizin dediyini yerinə yetiririksə, bu demokratiya deyil, azadlıq deyil. Bu nəfsinə qul olmaqdır. Dinin məntiqi budur. Və bəzən də insanlar bundan istifadə edirlər. Gəlirlər, onları rahat buraxırlar, azad buraxırlar. Onlar nəfslərinin istədiyini yerinə yetirirlər və nəfsləri ilə onları idarə etməyə, o cəmiyyəti nəfsləri ilə idarə etməyə başlayırlar. Elə onlara da lazımdır ki, onların nəfsləri ilə cəmiyyəti idarə eləsin. Və bu cəmiyyət olur bədbəxt. Bu cəmiyyət olur nəfsinə tabe olunan bir cəmiyyət. Tabe olan bir cəmiyyət. Nəfsin dediklərini yerinə yetirir və bu cəmiyyət artıq düzgün bir cəmiyyət olmur. Düzgün bir düzən olmur. İmamət nədir? İmamət gəlir deyir ki, yox, nə demokratiya? Yəni sən gəlib nəfsivə tabe olarsan, nəfsini dediyini eləyəsən, yox, Allah buna icazə vermir. Nəfsivi islah eləməlisən. Bunun üçün Allah nəfsi islah etmə vasitələri göndərir. Nə də diktatura, nə də ki, imam gəlib oturub başımızın üzərində deməyəcək ki, bunu elə, onu eləmə. Eləməsən səni kəsəcəm. Eləsən sənə mükafat verəcəm. Yox, imam gəlir, bunu eləməsən cəzalandıracam demir. İctimai məsələlər başqa. İctimai məsələdə sən xaos yaradırsan, ictimai məsələdə fitnə fəsad törədirsən, onun cəzası olmalıdır, başqa məsələ. Amma şəxs olaraq mən sənə şəxsiyyət verirəm. İmam deyir, mən sənə şəxsiyyət verirəm. Mən istəmirəm ki, sən məcburi şəkildə nəyəsə qəbul edəsən. Yox, azad olacaqsan. Amma o azaddan ki, məni məcbur qəbul etməyəcəksən, düşünəcəksən. İstəyirsən məni qəbul etmək, məni də qəbul etmək belə olmayacaq ki, mən hər şeyi açıq-aşkar deyəcəm, işarə. Mən sənə işarə edəcəm. İşarə ilə tapacaqsan. Ya imam, niyə işarə ilə tapacaq? İlahi, sənin bu imamət sistemin düzən niyə belədir? Çünki Allah insanın ağlına, düşüncəsinə hörmət eləyir. Görürsünüz, Quranda nə qədər deyir? Düşünün, təfəkkür edin. Niyə düşünmürsünüz? Məgər düşünmürsünüz? Düşünməkdən danışın. Yəni demək istəyir ki, sənə nəyisə məcbur eləyək. Ağlın var, düşün. Sənə nəyisə məcbur etmək uşaq deyilsən. Sən o ruhda deyilsən ki, elə hər şeyi sənə məcbur eləyək. Sən özün düşünməlisən, gəlib tapmalısan və insan bu zaman azad şəkildə düşünərək işarələrin arxasında olan həqiqəti tapanda, onda insan olacaq xoşbəxt. Niyə? Çünki bu insan öz istəyi ilə gəldi, azad şəkildə gəldi. İmam gəlir açıq-aşkar hər şey demir. İşarə edir, haqqa işarə edir. İmam gəlir insana hörmət qazandırır ki, sənin hörmətin var. Sənə nəyisə məcbur etməyəcək. Azad seçim verir insana. Gözəl düşüncə bəxş edir insana. İşarə nədir? İşarə yəni düşünmək. İşarənin mənası budur. İşarə ilə danışır ki, düşün. Harada işarə varsa düşünməliyik. Tarix boyu imamlar bizə işarə qoyub, bax o işarələr barəsində düşünməliyik ki, görsən imam burada nəyi demək istəyir, nəyi işarə edir, nəyi çatdırmaq istəyir. Çox gözəl bir hədis var, nəql olunur, o hədisi deyəcəm sizə. Əllamə Təbərsi Əl-İhticac kitabında gətirir. Çox əla bir hədisdir, bəlkə biriniz dəfə eşidirsiniz bu hədisi. Əllamə Təbərsi Əl-İhticac kitabında gətirir. Deyir, bir dəstə ateist gəlir Həzrət Əli əleyhissalamın yanına, ona suallar verirlər. Həzrət Əliyə suallar verirlər. Bir neçə suallar verirlər, Həzrət Əli onların suallarını cavablandırır və suallardan biri də bu olur. Deyirlər ki, ya Ali, Allah Quranda buyurur ki, وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ Peyğəmbər, biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik.
Həzrət Əli deyir, bəli, elədir. Deyir, elədirsə, niyə demir, وَمَا أَرْسَلْنَاكَ رَحْمَةً لِلْمُسْلِمِينَ لِلْمُؤْمِنِينَ لِلْعَالَمِينَ deyir. Niyə demir ki, biz səni Peyğəmbər müsəlmanlara, möminlərə rəhmət olaraq göndərdik. Aləmlərə deyir, o aləmlərin içərisində bir də mənəm, mən ki, Peyğəmbəri qəbul etmirəm, mənə necə rəhmət ola bilər? Mən ki, ateistəm, mənə Peyğəmbər necə rəhmət ola bilər? Həzrət Əli əleyhissalam cavab verir. Deyir, elə bütün aləmlərə rəhmətdir, elə sən ateistə də rəhmətdir. Deyir, necə? Deyir ki, Peyğəmbərdən öncəki peyğəmbərlər, hədisin ərəbcəsi belədir. İndi əsas yerləri oxuyuram da. لِأَنَّ الْأَنْبِيَاءَ قَبْلَهُ بُعِثُوا بِالتَّسْرِيحِ لَا بِالتَّعْوِيدِ. Deyir, çünki Peyğəmbərdən öncəki peyğəmbərlər açıq-aşkar dəlillərlə, açıq-aşkar haqla göndərilmişdi. İşarə ilə göndərilməmişdi. Və ona görə də onlar açıq-aşkar göndərildiyinə görə, haqq açıq-aşkar olduğuna görə onlar haqqa əməl etmədikdə, peyğəmbərlərə itaət etmədikdə Allah onları cəzalandırırdı. Görmüşük də peyğəmbərlərin dövründə, öncəki peyğəmbərlərin dövründə o qövm cəzalanırdı. Bəla gəlirdi onların başlarına. Niyə? Çünki açıq-aşkar haqqa tabe olmurdular. Amma deyir, فَبَعَثَهُ اللّٰهِ بِالتَّعْرِيزِ لَا بِالتَّسْرِحِ. Lakin İslam peyğəmbəri işarə ilə göndərilib, açıq-aşkar dəlillərlə yox. وَأَثْبَتَ حُجَّةَ اللّٰهِ تَعْرِيدًا لَا تَسْرِحًا. Və Allah öz peyğəmbərini, İslam peyğəmbərini açıq-aşkar göndərməyib, açıq-aşkar haqla göndərməyib. Nə ilə göndərib? İşarə ilə göndərib. Belə göndərib onu. Elə bu da peyğəmbərin rəhmətidir. Niyə? Çünki peyğəmbər bilir ki, əgər açıq-aşkar dəlillərlə gəlsə, insanlara bəyan eləsə, insanlara itaət etməsə, sən ateist itaət etməsən, sənə bəla gələcək. Peyğəmbər o bəlanın qarşısını kəsmək üçün deyir ki, izah da bu, deyir ki, mən açıq-aşkar dəlillə gəlməyim, işarə ilə gəlim. İşarə o bəlanın qarşısını alır. Və Həzrət Əli əlavə eləyir, deyir, Qədirxum da belədir. Yəni, deyir ki, Qədirxumda ki, Peyğəmbər əlimi qaldırdı, dedim, mən kuntum mövlah, fəhəzə Əliyun mövlah, mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. Peyğəmbər mövla kəlməsini istifadə elədi. Peyğəmbər demədi, xəlifəsiyəm, mən kimin xəlifəsiyəm, mən kimin rəhbəriyəmsə, Əli də onun rəhbəridir, xəlifəsidir. Mövla sözündən istifadə etdi. O söz ki, mövla sözünün 20 neçə mənası var. Peyğəmbər işarə ilə bildirdi. Açıq-aşkar demədi. Əli məndən sonra həm mənəvi, həm ictimai, həm siyasi rəhbərdir. İşarə ilə bunu dedi. Açıq-aşkar demədi. Bu Peyğəmbərin rəhməti idi. Niyə? Çünki bilirdi ki, insanlar itaət eləməsə cəzalanacaq. Görürsünüz, işarə ilə deyir. Deyir, ya Əli, istəmirsən ki, səninlə mənim aramda olan münasibət, nisbət, Harunla Musanın arasında olan nisbət kimi olsun. Görürsən, nə demək istəyir Peyğəmbər? İşarə elədi, ged axtar. Gedək axtaraq. Harunla Musanın nisbəti nə olub? Deyir, ged axtar. Birbaşa demir, Əli, sən məndən sonra rəhbərsən. Deyir, yox, ged axtar. İşarə verir. Hansısa bir şeyə aid edir, tarix hadisə aid edir, işarə edir. Niyə? Çünki birincisi, o rəhməti ilə qarşısını kəsir. Bəlanın qarşısını kəsir. İkincisi də ki, sən mən uşaq deyilik ki. Ağlımız var. Ağla hörmət eləyir. Ağla hörmət eləyir. Əzabın qarşısını kəsir. İki əzabın qarşısını kəsir. Həm bəla olan əzabın qarşısını kəsir, həm də ki, ağıl olan əzabın qarşısını kəsir. Ağıl deyəndə ağılsızlıq olan, düşünməmək olan əzabın qarşısını kəsir Peyğəmbər. İşarə ilə bizə bəyan edir. Ona görə Qurani Kərimdə Ənfal surəsinin 33-cü ayəsində bəlkə də buna işarədir. Deyir, وَمَا كَانَ اللّٰهِ لِيُعَذِّبَهُمْ وَأَنْتَ فِيهِمْ. Peyğəmbər,
Biz onlara cəza verməyəcəyik. Nə qədər ki, sən onların içərisindəsən, biz onlara cəza verməyəcəyik. Əzab verməyəcəyik. Deyir, əzabımız olmayacaq. Nə üçün? Bəlkə də ona görədir ki, Peyğəmbərin rəhməti o əzabın qarşısını kəsir. Peyğəmbər, وَمَا أَرْسَلْنَاكَ رَحْمَةً لِلْعَالَمِينَ. Sən aləmlərə rəhmətsən, sənin o addımın, sənin onların içərisində olmağın rəhmətdir ki, nəyin qarşısını kəsir? Əzabın qarşısını kəsir. Əzabın gəlir qarşısını kəsir. Həmçinin də Hud surəsinin 28-ci ayəsində buyurulur. Ya qavmi qalə, Həzrət Musa Peyğəmbər deyir, bəli, Həzrət Musa Peyğəmbər deyir ki, Ya qavmi ərəəytum in kuntu alə bəyyinətin min Rabbi və atəni rəhmətə min indihi fə ummiyyət aleykum. Deyir, ey mənim qövmüm, siz bilirsiniz ki, mən açıq-aşkar haqla gəlmişəm, Allah mənə haqq verib, Allah mənə haqqı bəyan edib, öz yanında bir rəhməti bəyan edib, amma siz o haqqı görmürsünüz. İndi müəyyən səbəblərdən o haqqı görə bilmirsiniz, sizə mane olur o haqqı görmək. Sonra deyir ki, Ən-nulzimukumuha və entum laha karihun. Elə bilirsiniz ki, biz sizi məcbur eləyəcəyik buna. Biz sizi məcbur eləməyəcəyik. Siz haqqı görə bilmirsinizsə, seçə bilmirsinizsə, ayırt edə bilmirsinizsə, biz sizə bunu məcbur edəsi deyilik. Məcbur eləməyəcəyik biz bunu. Siz özünüz gəlib tapmalısınız. Siz özünüz gəlib araşdırmalısınız. Bax, görürsünüz, imamların addımları, işləri, imamət düzəni budur. İnsana işarə ilə bəyan edir hər şeyi, bizə hörmət edir. Amma ola bilər ki, biz elə insanlarıq ki, biz bilmirik. Biz doğrudan da işarəni tuta bilmirik. Neyiniyək ilahi? Bəzən işarəni tuta bilmirik. Bəzən işarə ilə haqqın açıq-aşkar görə bilmirik. Onlar da insandır. İnsan ola bilər ki, bilməsin. Bunu oxşuyur ki, ata, belə bir misal deyim. Ata gəlir övladına, neyinir? Ona həqiqətləri bəyan etmək üçün, öz sözlərini bəyan etmək üçün işarə ilə bəyan edir. Yəni birbaşa demir. İstəyir ki, övladı düşünsün. İstəmir ki, elə övladına gözüm çıxdıya salsın ki, bunu elə falan. Yox, gəlir ata neyinir? Övladına işarə ilə başa salır hər şeyi. Bəzən söz atır, bu da işarədir. Bəzən başqasına söz deyir, amma başqasına sözü deməklə öz övladına çatdırmaq istəyir. Yəni, işarələrlə istəyir bəyan eləsin həqiqəti. Bəzən övlad tuta bilmir. Övlad avara qalır. Görəsən, atam nəyi demək istəyir burada? Görəsən, atam mən nəyi səhv elədim? Nə xəta elədim? Burada ana gəlir ortaya çıxır. Övladını çağırır, deyir, övladım, gəl mən sənə deyəcəm. Ata filan yerdə bunu demək istəyirdi, ha. Ananın o ürəyi dözmür. Ana istəyir ki, övladı açıq-aşkar hər şeyi bilsin. Açıq-aşkar hər şeyi bəyan eləyir. Atanın o gizlin olan, o işarə ilə olan o həqiqəti, o sirri faş eləyir. Açıq-aşkar eləyir, sirri aradan aparır, üzə çıxardır. Xanım Zəhra Salamullah Aleyhanın işləri, addımları elə bu idi ki, o imamət ki, işarə ilə danışırdı, canın qurban verdi, fəda elədi ki, o işarədə olan sirləri açıq-aşkar üzə çıxarsın. O insanlar ki, tuta bilmir, o insanlar ki, çatdıra bilmir, həqiqəti tapa bilmir, Xanım Zəhra gəlir, o addımı elə neynir? Xanım Zəhra üzə çıxardır. Deyir ki, yəni, imam bunu demək istəyir. Peyğəmbərdən sonra imam, yəni Həzrət Əli. Qədirxumda deyilən söz, yəni Həzrət Əli. Ona görə Qədirxumda deyilən o sözü Xanım Zəhra gəldi, imaməti müdafiə eləyəndə, dedi ki, Əlini beyət eləmirsiniz. Üzə çıxartdı, həqiqətləri üzə çıxartdı, işarəni faş elədi, aradan aparırdı. Niyə? Çünki ana idi Xanım Zəhra. İstəyirdi ki, biz onun övladları əgər həqiqəti tuta bilməsək, Qurandan haqqı qəbul edə bilməsək, başa düşə bilməsək daha doğrusu, bir dənə maraqlansın insan. İnsan maraqlansın ki, Xanım Zəhra kimdir ümumiyyətlə? Xanım Zəhranın dövründə nə baş verib? Xanım Zəhra neyiniyib? Niyə onun qəbri gizlindir? Nə baş verib? Bunun hikməti nədir? İnsan araşdırsın, baxsın ki, Xanım Zəhra nəyin davasını eləyib? İmamət davası eləyib. Bu açıq-aşkar imamətin müdafiə eləyib ki, deməli, haqq elə Xanım Zəhranın müdafiə etdiyidir. Xanım Zəhra ona görə meyardır, haqla batili ayırt edən meyardır. Amma o meyar ki, işarəni üzə çıxardır, o işarənin arxasında olan həqiqəti üzə çıxardır ki, mənim balam.
Bunu demək istəyir Peyğəmbər. Bunu demək istəyir imam. Həzrət Əli deyə bilmir, onun vəzifəsi deyil. Amma onu demək istəyir ki, işarə ilə bunu başa salmaq istəyir. Peyğəmbər açıq-aşkar deyə bilmirdi, amma onu demək istəyir ki, Peyğəmbər məndən sonra Əli insanların ictimai həm də mənəvi rəhbəri olacaq. Ona görə xanım Zəhra da həm də bir rəhmət anasıdır, bir rəhmətdir. Ona görə xanımların, ona görə bir qadının rəhməti odur ki, bəzən deyir ki, qadının rəhməti daha üst dərəcədə, daha çox təcəssüm eləyir Allahın rəhməti onda. Niyə? Xanım sanki dözə bilmir öz övladlarına. Neynir? O başlayır hər şeyi açıq-aşkar üzə çıxardır. Ata desə də ki, xanım, mənim övladıma, oğluma açıq-aşkar nəyəsə demə, mən özüm ona başa salıram, xanım ona açıq-aşkar deyəcək. Açıq-aşkar deyəcək. Onun ki, xanım Zəhra da lazım idi ki, Allah ki, məcazi desək, o bəndələrinə ki, qəlbi yanır, haqqı görə bilmir, Allah onu üzə çıxartmaq üçün bir xanımda təcəlla eləyir. Allahın o ürək yanıqlısı, yəni ürəyin o yanıqlığı ki var, o ürək yanıqlısı xanım Zəhrada təcəlla etdi. Yəni, bu da lazımdır. Görə bilməyənlər xanım Zəhradan görsünlər. İndi xanım Zəhradan da görmürlərsə haqqı, bu insan artıq kördur. Bu insan artıq o insanda ki, gözü kör olub. Gözüm kördür, qulağım mühürlənib. Eşitmir. Nə görür, nə də eşitmir. Belə insan artıq geçsin, belə insanın islahı çətin olar. Geçsin, dua eləsin ki, ilahi, kömək elə ki, mən düzəlim. Xanım Zəhra, ona görə də bu mövzunun adını belə qoymaq olar ki, xanım Zəhra işarələri üzə çıxaran bir qadın idi. Xanım Zəhra işarələrin arxasında olan həqiqətləri üzə çıxaran bir qadın idi. Belə bir xanımın bugün mövlududur. Allah xanım Zəhranın sevənlərdən qərar versin bizləri. Allah bizləri qiyamətdə onun ətrafında cəm olmağa nəsib eləsin. Dəyərli məddahımız Hüseyn İsalı oxuyacaq. Allah onun səsində bərəkətdə eləsin. Allah bütün məddahların səsini bərəkətdə eləsin. Bu mövludu, bu bayramı bizlərə mübarək qərar versin inşallah. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcəh. Mən sənin şeirini necə yazım ki, bu sözlər ya Zəhra layiqin olsun. Səni könüllərə necə düzüm ki, dünya mənim kimi aşiqin olsun. Mən sənin şeirini necə yazım ki, bu sözlər ya Zəhra layiqin olsun. Səni könüllərə necə düzüm ki, dünya mənim kimi aşiqin olsun. Zəhra ya Zəhra, 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 Zəhra ya Zəhra. Bunun üçün Allah'tan qüvvət istədim, aciz qələmimlə qüdrət istədim. Bunun üçün Allah'tan qüvvət istədim, aciz qələmimlə qüdrət istədim. O gün cəmalından surət istədim. Könlüm yanılmasın, Xaliqin olsun. O gün cəmalından surət istədim. Könlüm yanılmasın, Xaliqin olsun. Zəhra ya Zəhra, Zəhra ya Zəhra, Zəhra ya Zəhra, Zəhra ya Zəhra, Zəhra ya Zəhra,
Zəhra ya Zəhra, Zəhra ya Zəhra, Zəhra ya Zəhra. Əziz Peyğəmbərin, ey əziz qızı Həzrəti Əlinin, ey bəxt ulduzu. Əziz Peyğəmbərin, ey əziz qızı Həzrəti Əlinin, ey bəxt ulduzu. Özün cənnətimsən, İsmətin bizim, ruhumda o uca Xaliqin olsun. Özün cənnətimsən, İsmətin bizim, ruhumda o uca Xaliqin olsun. Zəhra ya Zəhra, 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 ya Zəhra. Fatimə, Fatimə, ey Peyğəmbər balası, Həsənin, Hüseynin, ey mehriban anası. Fatimə, Fatimə, ey Peyğəmbər balası, Həsənin, Hüseynin, ey mehriban anası. Ey analar anası, analar rəhnuması. Ey analar anası, analar rəhnuması. Siddiqə, Tahirə, Mübarəkə, Zəkiyyə, Raziyyə, Mərziyyə, din ziyası. Fatimə, Siddiqə, Tahirə, Mübarəkə, Zəkiyyə, Raziyyə, Mərziyyə, din ziyası. Fatimə, 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 ey Peyğəmbər balası, Həsənin, Hüseynin, ey mehriban anası. Ey analar anası, analar rəhnuması. Ey analar anası, analar rəhnuması. Sən nuri Mustafa, həm ziyayi Murtəza, ruzi həşridə mömin xilası. Fatimə, sən nuri Mustafa, həm ziyayi Murtəza, ruzi həşridə mömin xilası. Fatimə, 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 ey Peyğəmbər balası, Həsənin, Hüseynin, ey mehriban anası. Fatimə, Fatimə, ey Peyğəmbər balası, Həsənin, Hüseynin, ey mehriban anası. Ey analar anası, analar rəhnuması. Ey analar anası, analar rəhnuması. Bayramımız mübarək olsun. Allah Teala bizləri Xanım Zəhranın şifaətindən həm bu dünyada, həm axirətdə ayrı salmasın inşallah. اللهم إنا نسألك وندعوك باسمك العظيم الأعظم العز الأجل الأكرم وبفاطمة وأبيها وبعلها وبنيها والسر المستودع فيها. يا الله 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 يا رحمن يا رحيم يا مقلب القلوب ثبت قلوبنا على dinik. İlahi əllərimizi naümid qaytarma. Amin deyən dillərimizi lal öldürmə. Bağışlamamış bizləri qəbr evinə göndərmə. Qəbrimizin ilk gecəsində
Mövla Əmir əl-Möminini başımızın üzərində hazır elə. İlahi çətinlikdə olanların çətinliklərini həll elə. İlahi xəstə olanlara tezliklə şəfa ver. İlahi iltimas dua istəyənlərin dualarını qəbul elə. İlahi bizi bir-birimizə daha da mehriban elə. İlahi, dünya və axirət bizləri Xanım Zəhradan ayrı salma. Dünyada Xanım Zəhranın qəbr-i şərifin, ziyarətin, axirətdə də onun şəfaətin bizlərə nəsib elə. İlahi, dünya və axirət bizləri Peyğəmbər və Əhl-i Beytindən ayrı salma. İlahi, dünyanın hər yerindəki Xanım Zəhranın mövludunu qeyd edirlər, onlardan ali dərəcədə qəbul elə. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Qazilərimizlə tezliklə şəfa ver. Qazilərimizin valideynlərinə səbr inayət elə. Dünyanın hər yerindəki müsəlmanlara, körpə uşaqlara zülm edirlər, zəlil məhv nabud elə. Dünyanın hər yerindəki müsəlmanlara xidmət edirlər, onlara daha da müvəffəq elə. İmam Zaman əleyhissalamın zuhrunu tez elə. Ağanın qəlbini bizdən razı və xoşnud elə. Haqqı Muhammedin və alih və bihaqqı surətil mübarəkətil Fatihəti ma'as salavat. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcə.